Bu hədisdir. Başqa hədis var. Bu hər ikisi qeyd olunur və sahih kitabında. İqra'u kama ullimtum. Nədir sizə öyrədilibsə, elə oxuyun. Əlavə ora bir niyə bir fason çıxarırsınız, yəni nə marağa. Biz oxumuşuz da, məsələn, bəziləri ki, getdi ilə qiraət, əhruf səb'əh oxuduq Quran elmlərində. Baxın, bizim təcrid dərsimiz, qiraət, ulum Quran bir-birinə çox belə tamamlayır. Bunlar güclü birisi həqiqətən də çox qəşəng, belə üzdə yox, dərindən təcrid müəllimi, qiraət müəllimi sizdən inşallah çıxa bilər, niyə də olmasın ki. Deyir, gəlib bəziləri ki, getdirən qiraət deyir, onlar deyir, boş ver, onlar fikirlə söhbətlər deyir. Sonra, Peyğəmbərin dövrünə necə olmuşsa, Quran və bir oxunuş. Bu bizə irs qalıb. Müxtəlif növ oxunuşlar bizə irs qalmayıb. Hardan deyirəm bu cümlə? Çünki Peyğəmbərimiz müxtəlif cür oxumayıb. Bir cür oxuyub. İqra'u kəmə ullimtum. Necə öyrədilmişsə elə oxuyun. Sizə bir növ öyrədilib, bəli, oxu bir növdə. Niyə 2 növ, 3 növ cəmaatı yorursan? Sonra, deyir, ona görə tarix boyu hələ hamı bir cür oxuyub, daha hamı rahat olsun da. Məsələn, filan məntəqə belə oxuyur, o məntəqə belə oxuyur, hansı doğru oxuyur, aləm dəyər bir-birinə də. O da manlı qaş. Aləm dəyər bir-birinə. Deyir, belə olmaz. Deyir, məsələn, burada axıra qeyd edir ki, deyir, axır zamanlarda və axır illərdə, indi burada dəqiq ilin açıq demir. Bu da qeyd olunub Ayət-i Mərifətin Ulum Quran kitabında qeyd olunub ki, vərş qiraəti. Mən inşallah onu keçəcəm sizə, 16 dənə qanundur. Bilmək üçündür. Elm var, tətbiqi üçündür. Praktik. Elm var, tətbiq üçün deyil, nəzər üçün. Biləsən də. Biləsən. Hələ hər bilib eləməlisən. Demişəm, misal sizə ki, məsələn, insanı su tapmayanda təyyəm eləyir. İnsan çıxıb aya, başından kaska, su yox, açıq havadadır. Düzdür? Bu necə dəstəməz alsın? Su yox, təyyəm eləyəcək, hə, yaxşı. Ayın üstündə, yaxşı. Kaska çıxası öləcəksən axı sən. Kaska çıxası öləcəksən. Sənin xüsusi var balonların. Ki, mən əlimi vurum yerə, çəkim alımı olsun təyyəmmim. Düzdür, bu hökmdür. Amma orada tətbiq olunmur. Eləməyəsən heç birini, çünki öləcəksən. Ya gir, nəlim, təyyarın içərisinə, məsələn, orada bir müəyyən yollarla var da, dəstəmazların təyyəminə hansınsa eləyirsən. Deyir, vərş rivayəti var ki, bu bilmə pis deyil. Biz bunu oxumuş o vaxtı, 99-cu ildə 16 dəqiq qanundur. Mənim həm dərsi var, inşallah keçirəm. Bu dərsimiz var, bizim əvvəl dərsimiz, Quran qiraət tarixi, ondan keçəcəm. Bunda yox. Deyir, deməli, vərşin qalun, o da ravidir. Qalunun rəvayətinə əsasən vərşin qiraətləri ərəb ölkələrinin birində. Burada Livanı qeyd edib, Livan. Ki, çap olundu ki, bu stildə də oxumaq Quranı, deyir, cəmaat ellər etiraz ki, bu hoqqa çıxartmayın. Biz bunu güzəmtara oxuyuruz, sağla. Bu Osman Taha çapı ilə deyim, Həfsin qiraət stili ilə. Bu nədir? Vərş bəyanına, Kəsai bəyanına, Həmzə bəyanına, İbn Kəsir bəyanına, Nafi bəyanına. Elm kimi bilək, hər bilimizi biz tətbiq etməyə məcbur deyilik. Çünki xeyirdən çox ziyan olacaq. O yüzden deyirlər ki, hər bildiyi deməyəsən və hər dediyi də biləsən. Billə danışırsan və elə şey var ki, o bilirsən, o məsələn yeri deyil. Bizim üstadımız var, Ayətullah Xəlil. O deyir ki, elə şey var ki, halaldır, o şey var tariximizdə. Doğru söhbətdir. Amma elə məkandasan ki, onun yeri yoxdur orada. Mən bəzən baxıram çıxışlara, mən də ola bilər həmin çıxış eləyənlərdən, sən də. Elə çıxışlar var ki, məsələn, baxsan ki, tərəf ateistdən, vahabidən bir dənə qoyub Pirikol, mahnıdan, nəlim, Simaliklə. Baxsan ki, bu sözü düzgün danışır. Bu ruhani, ilahiyyatı düz deyil, bir şey var. Amma indi onun yeri deyil. Nə cür yeri deyil? Rivayəti deyir, rivayətin üz tərəfini deyir. Falan rivayət var. Amma rivayət nəyi demək istəyir? Əsl məqsəd nədir burada? Nəyi bildirir? Məsələn, paylaşmışım. Allah Teala tərəvəzlərdən əməli üçün əhtimal alıb,
İlk dəfə Allahın rəhbərliyini, Allahın böyüklük, təkliyini qəbul edən badımcan olub. Bu deyirlər. Bu həris etibar deyil, bu danışılmır. Həris nəyi demək istəyir burada? O deyilmir. Hərisi dedilər, getdilər o birisi mövzuya. Baxırlar ki, buna danışır burada. İllər prikol. Bəzi haqqlı iradlardır. Ya demə, ya deyirsənsə izah elə onu. Ki, nə deməsi bu hədis? O barədə paylaşmışım mən çoxdan. Videoda var, belə səsi də var. Sonra deyib, bütün qiraətlər hamısı deyir, həbsdəndir. Bəyək mən demək o bu dərsimizdə Allah, Cəbrail, Peyğəmbər. Əl-Əslam, Əbdülrəhman Süləmi, Asim, Həfs. Vəssalam. İndi bundan qarlı qorlar, bəyək dediyim kimi qarlı, flankdə, deyir, onlar qoy kənara. Bu xətt daha etibarlıdır. Allah, Cəbrail, Peyğəmbər, Əl-Əslam. Bu daha doğru xəttdir. Nə qədər qollar çoxalsa, budaqlar çoxalsa, daha çox deyirlər, zaya çıxacaq. O budaq, atlamaq budaqdan budağa dəyişir, fərqləndirir də. Çünki hər an bir deyib, axı bu xətt var da, sən niyə o bir xəttlə geçsən? Bu xəttlə rahat oxu da. Və nə marağın var o xəttlə geçsən? Axı Peyğəmbərin qoyduğu yoldur, belə oxuyub. Sən niyə onu oxuyursan ki? Niyə özü çaşırsan? Gəl savab qazanırsan? Boş əziyyət. Adam bəzən boş əziyyət çəkir, heç bir savabı yoxdur. Çünki onu din təsdiqləməyib. Sən gəlsən bura hiddə qiraat oxuyarsan. Birini oxu bəsdir də. Çünki bir dənə oxumaq lazımdır. Bir Allah, bir Quran, bir qiraat şüarına əsasən. Sonra şər'i hökm. Buna aid bizim ayrıca bir dərsimiz olacaq. Bunun içərisindədir. Təcridini biz oxuruq tarixini, düzdür? Bir də oxuyacaq təcrid şəriətdə. Yəni ümumiyyətlə bu sən belə zalini altı uzatmasan, sən cəzan var qiyamətdə. Təcrid şəriətdə. Qəşəng mövzudur.